Damına bak. Buz kimi? Bir dənə belə edirsən. Damla. Allah saxlasın səni. Əziz dostlar, Astarada Sim kəndində şəlaləyə gəlmişik. Buranı çəkib YouTube kanalında paylaşacağım. İzləyərsiniz, yorum yazarsınız, abunə olarsınız. Bu yoldur. Şəlaləyə gedən yoldur. Sən nə şirin qızsan? Adın nədir sənin? Damla. Damla. Allah saxlasın səni. Belədir əziz dostlar. Hələ düz gedirik. Ətrafı çəkəm, ətraf belədir. Podiumu çıxanda biraz nəfəs kəsilirəm olan şeydir. Yol hələ gedir əziz dostlar. Mən də videonu stop eləyib təzədən başladıram. Bəli əziz dostlar. Hal-hazırda 803 abunəm var. Hədəf 1000 abunə qoymuşam. Sizin köməyinizlə 1000 abunəyə çataram. Kanalıma abunə olun. Gözəl videolar çəkiləcək. Yorum yazmağı unutmayın. Videoları bəyənin. Dəstək olun ki, mən də belə gözəl videolar çəkim. Sizə təqdim edeyim. Oy, nə gözəl yerdir bura. Şəkil çəkdirməyə qəşəng yerdir. Hələ yuxarı qalxmalıyıq. Bu da Sim şəlaləsinə gedən yol da bulağımızdır. Bəli, yol qırağına bulaq su qoyurlar. Yəni sabun olmasına baxmayın. Nə sabun var, nə bilim, əl yuyurlar, üz yuyurlar. İçməli su da. Bax, bir dənə buna bax. Buz kimi. Bax, bir dənə belə edirsən. Buramay can dərmanıdır qardaş. Bizdən gezdə lənər. Bir dənə də içmə var. Cəmaət gedir şəlaləyə. Hələ çatmamışıq, oradan gəlmişik. Gedirik də görək nə olur. Şəkil çəkdirməyə qəşəng yerdir, amma o da hələ var. Əziz dostlar, hələ var. Səsi gəlir şəlalənin, amma görək necə yerdir. Mən çox gəlməmişəm bura Astarada. Sim kəndində. Aşağını çəkeyim. Şəlaləyə demək olar çatdıq. Necə ev gəlir şəlalə? Burada yemeği de verirler. Kim istəsə oturub çörək falan yeyə bilər yəni. Sim kəndində şəlaləmiz bura qədər imiş, çəkiliş elədik. Özüm də suyun altına girdim, saçım
Yamyaşdır. Onu deyə bilərik ki, nə varsa Azərbaycanda var. Bəli, bəli. Bu Nicat Ələsgərov da bu ilə davam elətdirəcək YouTube kanalımızda.